Qardaş sual verir ki, Qurani-Kərimi tilavət edərkən məqamla oxumaq, yəni səs boğazı hərəkət etdirərək nəğməyə bənzətmək problemdirmi? Bəzi təcvid alimləri, həmçinin Əymən Suveyd bunun caiz olmadığını vurğulayır. Lakin çox qari bu cür edir. Qeyd etmək istəyirəm ki, məqamlar, musiqi məqamları Qurani-Kərimə aid olan məsələ deyil, musiqiyə aiddir və nə sahabələr, nə tabinlər, nə təbə tabinlər, ümumən bu məqamlar mövzusunda hər hansı bir fikir, hər hansı bir düşüncə, hər hansı bir bunun icazə olması haqqında heç nə deməyiblər. Bizə yalnız Rasulullah sallallahu aleyhi və səlləmdən belə bir hədis gəlib. Zeyyinul Qur'ana bi asvatikum. Səsinizlə Qurani-Kərimi gözəl oxuyun. Hər nə ki bədahədən ruhdan gəlirsə, məqamlara əməl etmədən, təcvid əhkamlarını pozmadan, bəzən görürsən ki, qari oxuyur və təcvid əhkamlarını darmadağın edir. Niyə? Gözəl alınsın deyə, yaxşı alınsın deyə. Bəzi qunnələr edir, orada qunnə eləmək olmaz. Nun hərfinin qunnəsini məsələn 4 hərəkə uzadır, bu da icazəli deyil. Ümumən məqamlarla oxumaq düzgün deyil. Qurani-Kərim məqamlar üzərində enməyib, Allah tərəfindən belə bir şey enməyib və kim bunu edirsə, sözsüz ki, Qurani-Kərimə aid olmayan, İslam'a aid olmayan bir əməl etmiş olur.